Hatırla! Marş! 18 oktyabr 2017-ci il Naxçıvan şəhəri. Naxçıvanlılar tarixi bir günə şahidlik edirlər. Şəhərin mərkəzi küçəsində addımlayan məğrur ordunun cəsur döyüşçüləridir. O döyüşçülər ki, vətənin keşiyində şərəf və ləyaqətlə dayanır. O döyüşçülər ki, düşmənə gözdağı olub, gələcək qüdrətli Azərbaycandan soraq verirlər. O döyüşçülər ki, 25 il əvvəl ümumilli lider Heydər Əliyevin Naxçıvanla bağlı arzularını həqiqətə çevirir. ...25 il əvvəl, 1992-ci ilin sentyabr ayında Ulu Öndər Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu əlahiddə gücləndirilmiş motatıcı briqadanı təşkil edib. Həmin illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən ümumilli liderimiz Muxtar Respublikanın sərhədlərinin möhkəmləndirilməsi və müdafiəsini təşkili haqqında qərarlar qəbul edib, bununla da milli hərbi hissələrə və könüllü dəstələrə vahid rəhbərlik təmin olunub. 9 oktyabr 1992-ci ildə isə Naxçıvanda ilk hərbi parad keçirilib. Bugünkü toplantı, bugünkü bayram bizim her birimizin kalbinde büyük iftihar hissi uyanır. Büyük memnunluk hissiyle bizi yaşadık. Ve biz haddinden artık sevinç içindeyiz. Çünkü Azerbaycan halkı nihayet öz devleti, öz milleti, öz zorba topraklarını müdafaa etmek için milli orduyu almıştır. Ve bu ordunun bir hissesi Naxçıvanda yerleştirdi. Ötən 25 il ərzində ordu savadlı, peşəkar kadrlarla təmin olunub, maddi-texniki baza gücləndirilib. Bu paradda addımlayan vətən oğulları həm də aprel döyüşlərində qazanılan zəfəri dünyaya bir daha bəyan ediblər. Onlar göstərirlər ki, güclü, qüdrətli Azərbaycan ordusu çox qısa vaxtda bütün ərazilərini azad edəcək, bütöv vətəndə 3 rəngli zəfər tacı bayrağımız dalğalanacaq. Qürurla izlədiyimiz kadrlardan 6 ay sonra tarixin daha bir şanlı səhifəsinə şahidlik etdik. Paradda sözün əsl mənasında biz buradayıq deyən Naxçıvan əlahiddə ümumqoşun ordusu Azərbaycan tarixində yeni bir zəfərə imza atdı. ...2018-ci ilin may ayında günlük əməliyyatı həyata keçirildi. 26 il vətəndən ayrı düşən əzəli yurdumuzda yenidən Azərbaycan əskərinin ayaq səsləri eşidildi. Günlük zəfəri bir kəndin azadlığı deyildi. O həm də sarsılmaz gücün, geri qayıdışın və böyük zəfərin ilk sədaları idi. Bildiyimiz kimi 26 il ərzində işğal altında olan Şəhər rayon Cünnüt yaşayış məntəqəsi və Qızılqaya, Qaraqaya yüksəklikləri və Ağbulaq yüksəklikləri əlahiddə ümumqoşun ordu tərəfindən 2018-ci il may ayında mayın 20-sindən 27-sinə qədər keçirilən əməliyyatda işğaldan azad olunmuşdur. Günlük əməliyyatı mənim xatirələrimdə dərin bir iz buraxmış əməliyyatdır. Çünki aprel döyüşlərindən sonra bölmələrimizin həyata keçirdiyi ən böyük əməliyyatlardan biri 2018-ci ildə həyata keçirilən günlük əməliyyatı oldu. Düşmənin bizim mövqelərimizi tez-tez atəşə tutması, onların bizim əlahiddə ümumqoşun ordunun ön xətt bölmələrinin
apardığı müşahidələrin nəticəsində alınan kəşfiyyat məlumatlarına görə düşmən əsas da Cünnüt istiqamətində mühəndis istehkam cəhətdən işlərin aparılmasında əsas geniş miqyaslı aparılmasının əsas məqsədi olmuşdur. Və bunun müşahidəsi nəticəsində bizim Əlahəddin Ümumi Qoşun ordunun ön xətt bölmələrinin verdiyi məlumatda əsasən bizim bölmələr düşmən üzərində əməliyyat keçirmişdir. Cünnüt əməliyyatı başlamışdan əvvəl bir sıra hazırlıqlar oldu. Çünki təmas xəttində olan yaşayış məntəqələrindəki dinc əhali artıq düşmən tərəfindən aparılan atışlar nəticəsində artıq təngə gəlmişdilər və Cünnüt əməliyyatı planlaşdırıldı. 2018-ci il may ayının 20-sində döyüş əmri alaraq öz qrupum ilə qrup komandiri vəzifəsində iştirak edərək Cünnüt əməliyyatında iştirak etdim və bu əməliyyat uğurla nəticələndi. Günnüt əməliyyatında erməni işğalı altında qalan Şərur rayonunun Günnüt kəndi və yaxınlıqdakı çox mühüm strateji əhəmiyyətli yüksəkliklər ordumuz tərəfindən azad edildi. Xüsusi əhəmiyyətə malik Qızılqaya və Qaraqaya yüksəkliklərində 3 rəngli bayrağımız dalğalandırıldı. Bizim həyata keçirdiyimiz Günnüt əməliyyatında başlanan fəaliyyətimiz Qızılqaya və Qaraqaya dağı istiqamətində idi. Mənim qrupuma verilən tapşırıq Ağsal dağın qarşısında olan Qaraqaya yüksəkliyinin əldə olunması, onun möhkəmləndirilməsi və düşmənin həmin istiqamətdən keçən bölmələrinin qarşısına alınması. Düşmən heç planlaşdırmamışdı ki, Azərbaycan ordusu bir gün həmin yüksəklikləri əldə edər və həmin əraziyə nəzarət edər. Artıq səhər işıqlananda bizə tapşırıq təxmini olaraq 22-30 radələrində döyüş əmri verildi. Artıq səhərə yaxın bütün xüsusi təyinatlı birləşmələr, tapşırıq qoyulan bütün xüsusi təyinatlı birləşmələr təyin olmuş yüksəkliyi əldə etmişdi. Səhər artıq açılanda isə düşmən bizi həmin təyin olmuş yüksəklikdə gördü. Ondan sonra isə düşmənin əks hücumu başladı. Amma buna baxmayaraq düşmənin əks hücumu qüdrətli Azərbaycan ordusunun tərəfindən dəf olundu. Və xatırladım ki, burada Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik Leytenant Əliyev Anarın da böyük şücaəti və rolu olmuşdur. Cəmi bir həftə ərzində Günnüt ərazisindəki bütün hakim yüksəkliklərdə Azərbaycan bayrağı dalğalandırıldı. Bununla birlikdə 11.000 hektar ərazi düşmən işğalından azad edildi. Günnüt əməliyyatı çox böyük bir üstünlüyün də Azərbaycan ordusuna keçməsinə zəmin yaratdı. Bu əməliyyat Qarabağın işğaldan azad edilməsi istiqamətində də mümkün geniş miqyaslı hərbi əməliyyatların gedişatını təyin edə və yaxud dəyişə bilərdi. Belə ki, azad edilən ərazilərlə birlikdə ordumuz düşmənin çoxsaylı obyektlərinə nəzarət edə bilir, ən önəmlisi isə Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ilə İrəvan-Yexeqnadzor, Gorus-Laçın-Xankəndi avtomobil yolu tam nəzarət altına alınıb. Məhz bu məsələ isə illər sonra böyük bir missiyanı tamamlayan əsas məqamlardan olacaqdır. Naxçıvan Ümumi Qoşun Əlahiddə ordusunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı 3 il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi. Ona görə hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ örtbasdır eləməyə çalışdılar. Biz də heç üstünü vurmadıq, çünki bizə hansısa təbliğat yox, bizə real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəkləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, strateji kommunikasiyalara biz artıq tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik və 2-ci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində köməklik göstərdi. Günnüt əməliyyatının nəticəsində 11.000 hektara yaxın ərazi Şərur rayonunun Günnüt kəndi daxil olmaqla düşməndən azad edilərək Naxçıvan Muxtar Respublikasında dövlət sərhəddi boyunca bir sıra əhəmiyyətli strateji əhəmiyyətə malik olan mövqelər və yüksəkliklər
şanlı Azərbaycan ordusunun tam nəzarəti altına keçmişdir. Və bununla yanaşı qeyd etmək istəyirəm ki, bu əməliyyatın nəticəsi bölmələrimizə Ermənistandan Qarabağa gedən İrəvan, Yexernadzor, Corus, Laçın və Xankəndi avtomobil yoluna nəzarət etməyə də şərait yaratmışdır. Hansı ki, bu əldə olunan şərait 2 il sonra həyata keçiriləcək Vətən müharibəsində bir sıra uğurlu əməliyyatların yerinə yetirilməsinə imkan vermişdir. Əməliyyatının aparılması bütün şəxsiyyətdə demək olar ki, böyük ruh işləri yaratmışdır və 2016-cı il aprel döyüşləri və Zümrüd əməliyyatı mən deyərdim ki, Qarabağın bir açılan qapısı olmuşdur. Çünki düşmənin bütün təminat yolları nəzarətə götürülmüşdür və bu təminat yolları nəzarətə götürülməsi nəticəsilə bizim artıq 2020-ci Qarabağ müharibəsində bizə böyük bir dəstək olmuşdur. Xüsusi təyinatlı birləşmələrin tərəfindən əldə olunan uğurlu nəticələrimizi Naxçıvan Muxtar Respublikasında Əladdin Qoşun ordusunun döyüş hazırlığı yanaşı aprel döyüşlərində şəhid olan və iştirak edən hərbi quruluşlarımıza borcluyuq. Çünki aprel döyüşlərindən sonra bölmələrimizin Azərbaycan ordusunun hərbi quruluşlarında döyüş hazırlığı, döyüş əzmi və qələbə ruhu daha da yüksəlmişdir. Günnüt zəfəri ilə ordumuzun qəhrəman və igid oğulları erməniləri qorxuya saldı. Düşmən işğal etdiyi ata-baba torpaqlarımızda müvəqqəti yaşadığını, tezliklə bu yurt yerlərini əsl sahiblərinə qaytarmalı olacağını bir daha gördü. Həm də bu əməliyyat müddətində ordunun maddi-texniki bazasının gücündən az da olsa xəbərdar oldu. Bildiyimiz kimi, müharibənin döyüş tapşırığının taleyinə təsir edən ilk amil peşəkar, savadlı kadr hazırlığıdırsa, ikinci amil təminat məsələsidir. Ordunun irəliləməsi üçün təminatın istənilən əraziyə çatdırılması əsas amillərdən biridir. Günnüt əməliyyatında istər silah-sursat, istərsə də ərzaq məhsulları ən qısa zamanda, ən ucqar nöqtələrə belə çatdırıldı. Bu da əməliyyatın daha sürətli həyata keçirilməsinə zəmin yaratdı. Əməliyyatda döyüşlə bərabər təminat da başlıca növdür ki, əsas şəxsiyyətin təminatını düzgün bölüşdürmək, onların istər silah, sursat, istərsə də ki, geyim forması və ya qidanın çatdırılması vacib məsələdir. Və bu, həmin ərəfələrdə intensiv olaraq demək olar ki, dəqiq bir şəkildə, vaxtında təminatın çatdırılması bu əməliyyatını vaxtını sürətləndirdi və uğurlu bir əməliyyat keçirildi. Biz bütün istiqamətlərdə vaxtında təminatı çatdırırdıq və təminatın çatdırılması mütləq şəkildədir. Çünki orada döyüşən şəxsiyyətin, öndə döyüşən şəxsiyyətə təminat çatdırılmazsa, onun nə silahı, sursatı və heç bir belə deyək, imkanı olmaz ki, döyüşü aparsın. Və bu təminat əsas məsələlərdən biridir ki, orada başlıca rol oynayır. Uğurla nəticələnən hər tapşırıq həm xalqın orduya olan sonsuz inamını artırdı, həm də ordunu zəfər ab-havasını köhlədi. Bu məqamda Günnüt əməliyyatını xüsusi vurğulamaq yerinə düşər. Bu zəfərlə birlikdə psixoloji üstünlük, ruh yüksəkliyi tamamilə ordumuzun tərəfinə keçdi. Xüsusən də aprel döyüşlərindən sonra ikinci böyük miqyaslı əməliyyatda da qalib olmaq orduya növbəti əməliyyatlar üçün stimul verdi. Və ən əsası, bu zəfər bir daha onu göstərdi ki, milli ordu quruculuğu ölkəmizdə çox yüksək səviyyədə həyata keçirilir. Günnüt əməliyyatı demək olar ki, Əladdin Qoşun ordusunun döyüş hazırlığının, yüksək döyüş hazırlığına, yüksək döyüş qabiliyyətinə, mənəvi psixoloji hazırlığına malik olmasını təsdiqləmişdir. Və bununla belə düşmən artıq qarşısında güclü və qüdrətli bir ordunun olmasının fərqində idi. Bir sözlə demək olar ki, Günnüt əməliyyatı inkişafda olan Azərbaycan ordusunun gücünün və qüdrətinin yeni bir ifadəsi olmuşdur. Çünki Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin orduya göstərdiyi yüksək diqqət və qayğının nəticəsində maddi tədris bazalarının inkişaf etdirilməsi ilə bölmələrimizin əldə etdiyi uğurlarımızın şərtləndirilməsinin əsas amili oldu. Bununla yanaşı, silahlı qüvvələrdə aparılan struktur dəyişikliklər, vahid komandanlıq altında aparılan döyüş əməliyyatları ordumuzu daha da gücləndirmişdir. Düşmən yaxşı anlayırdı ki,
Gələcəkdə Azərbaycan ordusu yenidən öz torpaqlarına qayıdacaq. Aprel döyüşləri, Günnüt əməliyyatı isə bu tarixin ən qısa zamanda baş tuta biləcəyini söylüyürdü. İstənilən əks həmlə zamanı isə düşmənin Azərbaycan ordusu ilə qarşılaşdıra biləcəyi nə peşəkar canlı qüvvəsi, nə hərbi texnika və silah sursatı, nə də vətən üçün ölümə meydan oxuyan qəhrəman oğulları var. Tarixlər, planlar dəyişsə də eyni olan tək məqam Azərbaycanın sarsılmaz zəfəri olacaq. Günnüt əməliyyatından çox yox, 2 il sonra isə düşmənin kabusuna dönən tarix çatdı. Tarixə dəmir yumruq əməliyyatı kimi yazılan 44 günlük müharibə ordumuzun zəfəri ilə bitdi. Günnüt əməliyyatında əldə olmuş uğurlarımız 2020-ci ildə Vətən müharibəsində bir sıra uğurlu əməliyyatlara işarət yaratdı. Nə üçün? Çünki düşməni bir sıra texnikaları, şəxsi heyəti həmin bizim nəzarət altına götürdüyümüz yoldan keçirdi. Və bununla belə əldə olunmuş informasiyalar digər bir tərəfə göndərilirdi və bizdə olan bayraqdarlar vasitəsilə hava hücumundan müdafiə vasitələri nəticəsində onların bölmələri məhv olundu. Və bu da Azərbaycan ordusunun uğurlarına gətirib çıxartmışdır. Öz tabiçilimdə olan şəxsiyyətlə birgə Füzuli, Xocavənd istiqamətində, sonra Ağdamın təhvil alınmasında iştirak etmişdir. 2 qrupum tam komandirlərim rəhbərliyi ilə Füzuli istiqamətindən və mənim digər 2 qrupum isə mənim rəhbərliyimlə Xocavənd istiqamətində yuxarı Veysəlli, aşağı Veysəlli və Üçtəpələr deyilən mühüm əlverişli yüksəklik götürülməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Bütün tapşırıqlar düzgün şəkildə yerinə yetirilmiş, tapşırığın icrası zamanı bölümdən şəhidlər və yaralılar olmasına baxmayaraq bölüm döyüş əzmini heç vaxt itirməmişdir. Daim Ali Baş Komandanın rəhbərliyi ilə döyüşlərdə böyük bir nailiyyətlə irəliləmiş. Hansı ki, sizə bir epizoddan danışa bilərəm ki, birinci ilk bizim hansı düşmən mövqeyinin ələ keçirilməsindən həmin mövqeydə ilk olaraq düşmənə mən öz bir qrupu ilə irəliləyən zaman düşməni hansı ki baskı atəşi yerinə yetirilmiş, baskı atəşindən sonra düşmənin mövqeyinə sızma fəaliyyəti yerinə yetirilib və sızma fəaliyyəti zamanı düşmənin öz mövqeylərini tərk edərək geri çəkilməyini aşkar etmişdir. Və birinci olaraq heç bir itki vermədən Azərbaycan bayrağını sazmışdır. Düşmənin tapdağı altında olan bizim əzəli torpaqlarımızın hamısını azad etmişdir. 2016-cı ilin aprel döyüşləri, 2018-ci Günnüt əməliyyatı bizim Vətən müharibəsinin həyata keçirilməsinə bir zəmin yaratdı və orada həmin aprel döyüşlərində və Günnüt əməliyyatında ucaldılan bayrağın bizim işğaldan azad etdiyimiz ərazilərimizdə dalğalandırıldı. Azərbaycan ordusunun sentyabrın 27-sində Qarabağda başladığı uğurlu əks hücum əməliyyatı nəticəsində noyabrın 9-na dək 5 şəhər, 9 qəsəbə və 286 kənd işğaldan azad edildi. Həmçinin Ağdərə və Murovdağ istiqamətlərinin bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 atsız yüksəklikdə Azərbaycan bayrağı dalğalandırıldı. Vətən müharibəsindən 3 il sonra qanunsuz erməni birləşmələri öz hədlərini yenidən aşdılar. Onlar düşünürdülər ki, Azad Qarabağda təhdid ola bilərlər. Lakin yenə də yanıldılar. Dünya hərb tarixinə yazılan bir tədbirlə 23 saat 43 dəqiqə ərzində qanunsuz birləşmələr tərk silah edildi. Bununla da vətənin bütövlüyü, suverenliyi təmin olundu. Bizim tapşırığımız Ağdərə, Çərəkdar, Qollu Körpü, Orataq, Yaycı, Dəvətçi kəndlərinin ələ keçirilməsi və həmin kənddə olan mülki vətəndaşların təhlükəsinin təmin edilməsi və qanunsuz silahlı birləşmələrdən təmizlənməsi idi. Bu əməliyyatlar zamanı Azərbaycan ordusunun silahlı qüvvələrinin hər bir hərbi qulluqçusunun döyüş zamanı göstərdiyi şücaət, onların göstərdiyi qəhrəmanlıq bütün dillərə dastan olmuşdur. Antiterror əməliyyatı nəticəsində Qarabağ İqtisadi rayon ərazisində yerləşən qanunsuz silahlı birləşmələr
təşkil edilərək Qarabağ İqtisadi Zonası ərazisindən çıxarıldı və Azərbaycan Respublikası ərazi bütövlüyü bərpa olundu. Ağdam rayonunda, Xocalıda, Xankəndində Azərbaycan Respublikasının üstəngli bayrağı dalğalandırıldı. Azərbaycan bayrağını düşməndən azad edilmiş rayonlarda, bölgələrdə dalğalandırmaq böyük bir fərəh hissidir. Mən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyimlə şərəf duyuram. Fəxr edirəm ki, mən Azərbaycan Silahlı Qüvvələrində bir zabit olaraq xidmət edirəm və inanıram ki, mən və mənim kimi silahdaşlarım Azərbaycan bayrağını daha da yüksək zirvələrə daşıyacaqdır. Günnüt əməliyyatından 7 il ötür. 7 il əvvəl Qızılqayada bayraq sancan oğullar bugün bütöv və azad vətəndə xidmət edirlər. Onların adını söyləmək, simalarını görmək isə hər bir Azərbaycanlıya sonsuz qürur və iftixar bəxş edir. Azərbaycan xalqı olaraq əminik ki, yenilməz, mübariz və müzəffər ordumuz var. O ordu istənilən təhlükəni anında məhv edə bilər. Sizlə qürur duyuruq. Adınız zəfərlərlə tarixə yazdıran qəhrəmanlar. Dünyada silinməz tarixlər yazan ən yeni tarixin şahidləri, sözü imzasıdır sərkərdəmizin, söz verib düşmanın çöktürüb dizin. Deyir bu vətənin, bu elimizin müzəffər bayrağın aşiqləriyik.